vaxtınız xeyir olsun. Hazırda Avropanın İSYAM WF hava tədqiqatlarının mərkəzinin eyni zamanda Alman modellərinin yenilənmiş məlumatların təhlillərlə tanış oluruq. Xüsusilə də aprel ayının artıq 12-sindən başlayaraq Azərbaycan ərazisindəki, xüsusilə də Azərbaycanın dağlıq ərazilərində müşahidə edilən yanğınların bir qədər də intensiv və güclü olması və artıq Azərbaycanın mərkəzi Aran rayonlarında və Bakı, Abşeron, Sumqayıt ərazisində də aprel ayının 12-sindən başlayaraq artıq arabir yağış yağması gözlənir. Bu prosesin 3 mərhələli şəkildə baş verməsi gözlənir. Xüsusilə də aprel ayının 12-sinə qədər olan müddət ərzində, yəni prosesin birinci mərhələsində Azərbaycanın xüsusilə də şimal rayonlarında, qərb rayonlarında, şimal-şərq rayonlarında və bir qədər də cənub rayonlarındakı dağətəyi və dağlıq ərazilərdə arabir sulu qar və qar yağması ehtimalı var və yanğınların da, yağışın da bir qədər intensiv olması ehtimalı var. Lakin xüsusilə də artıq bu prosesin ikinci mərhələsi, yəni aprel ayının xüsusilə də 12-si axşama doğru, aprelin 13-si və 14-də artıq bu yanğınların mərkəzi Aran rayonlarında və Bakı, Abşeron, Sumqayıt ərazisində də yağmaya başlaması gözlənir. Artıq mərkəzi Aran rayonlarında və Bakı, Abşeron, Sumqayıt ərazisində aprel ayının 12-si axşamdan 13-si və 14-də arabir yağış yağması, yağışın qısa müddətli intensiv olması ehtimalı var. Hətta aprel ayının artıq 12-si axşama doğru və 13-cü günün birinci yarısında Bakı, Abşeron, Sumqayıt ərazisində yağışın artıq leysan xarakterli lokal, intensiv və güclü yağması nəticəsində müəyyən ərazilərdə yenidən su basma hadisələrinin baş verməsi ehtimalı var. Prosesin 3-cü mərhələsində artıq xüsusilə də aprel ayının 14-ü, 15-i və 16-sında isə Xəzər dənizi ərazisində geniş əraziləri əhatə etməsi gözlənilən ekstratropik, subtropik tipli intensiv xarakterli siklon sisteminin aktiv olması gözlənir. Ekstratropik siklon sisteminin təsirindən artıq prosesin 3-cü mərhələsində, yəni aprel ayının 14-ü axşamdan aprelin 15-i və 16-sında artıq Azərbaycan ərazisindəki yanğınların aramsız leysan xarakterli, intensiv, güclü Azərbaycanın Böyük Qafqazın şimal-şərq yamaclarında Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən eyni zamanda Dağlıq Şirvanda və Bakı, Abşeron, Sumqayıt ərazisində isə yağışın aprel ayının 14-ü axşama doğru 15-i və 16-sında aramsız lokal xarakterli şiddətli yağması ehtimalı var. Bu proseslər modellərin göstərdiyi şəkildə baş verərsə, bu proses 3 mərhələli şəkildə baş verəcək. Aprel ayının 12-sinə qədər olan müddət ərzində prosesin birinci mərhələsində daha çox Azərbaycanın şimal-qərb rayonlarında, yəni Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda, Naxçıvan ərazisində arabir yağış yağması, dağlıq ərazilərdə isə arabir sulu qar və qar yağması ehtimalı var. Dağ saylarında sululuq artacaq. Prosesin ikinci mərhələsi aprel ayının 13-cü, 14-də Azərbaycanın artıq mərkəzi Aran rayonlarında və Bakıda da artıq yağış yağması, artıq Bakıdakı yağışın aprel ayının 12-si axşama doğru başlayacaq və aprel ayının 13-cü və 14-də də arabir davam edəcək. Prosesin 3-cü mərhələsi isə daha da aramsız yağışlara səbəb olacaq. Aprel ayının 14-ü axşama doğru 15-i və 16-sında artıq Azərbaycan ərazisində hava şəraitinin daha da kəskinləşməsi üçün münbir sınaqlıq şəraitinin yaranması gözlənir. Çünki Xəzər dənizi ərazisində Azərbaycanın uzaq şimal-şərq ərazilərində, Xəzər dənizinin şimal-şərqində, Qazaxıstan ərazisində troposferin aşağı, orta və yuxarı qatlarında atmosfer təzyiqinin bir xeyli azalması fonunda intensiv xarakterli ekstratropik siklon sisteminin aktiv olması gözlənir. Bu prosesin nəticəsində həm Şimali Qafqazda, həm də Cənubi Qafqaz, Azərbaycan arasındakı artıq leysan xarakterli yağışların aprel ayının 14-ü axşamdan 15-i və 16-sında aramsız xarakterli yağması gözlənir. Azərbaycan arasında ən ciddi, ən təsir edici yağıntılar Böyük Qafqazın şimal-şərq yamaclarında olacaq. Yəni Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda və Bakı, Abşeron, Sumqayıt ərazilərindəki yağıntılar artıq aprel ayının 14-ü axşam 15-i və 16-sında aramsız şəkildə yağa bilər. Yəni bu proses artıq onu göstərir ki, 2026-cı ilin mart ayının 26-sından bugünkü günə qədər artıq bu prosesin ardıcıl olaraq davamlı inkişafı müşahidə edilir. Əvvəlki dövrlərdə 40, 70, 100 ildə bir dəfə Xəzər dənizi arasında ekstratropik tipli siklon sistemi formalaşırdırsa, artıq iqlim dəyişikliyi nəticəsində bu proseslər artıq il ərzində bir neçə dəfə təkrarlana bilir. Və çox təəssüflər olsun ki, iqlim dəyişikliyi əgər bu şəkildə, intensiv şəkildə iqlim dəyişikliyi qlobal miqyasda davam edərsə, artıq super El Niño'nun təsirindən də Qafqazın Cənubi Azərbaycan arasındakı yanğınların 2026-cı ilin
yaz-yay gürsulluq dövründə, yəni çoxillik göstəricilərlə müqayisədə daha da artması ehtimalı var. 2026-cı ilin yaz-yay gürsulluq dövrü iyun ayının 10-u 15-nə qədər davam edəcək. Nəticədə bu o deməkdir ki, yəni iyun ayının 10-u 15-nə qədər olan müddət ərzində Rusiyanın qərbində, Qafqazın şimalında, Qafqazın cənubunda, ümumilikdə Xəzər-Rus ölkələrində aprel ayının artıq birinci və ikinci 10 günlükdə müşahidə edilən qeyri-sabit hava şəraitinin iyun ayının 10-u 15-nə qədər olan müddət ərzində tez-tez təkrarlanması ehtimalı var. Bu proseslər şirin su ehtiyatının artması mənasında müsbət əməl olsa da, lakin sel, daşqın, su basma hadisələri eyni zamanda bu proseslərə paralel olaraq torpaq su içmələrindəki artımlar da bir sıra fəsadların artmasına səbəb ola bilər. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosferik proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.